قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وما أرسلناك إلا رحمة للعالمين Sadaqallahul azim. Möhtərəm möminlər, mərhəmət himayə etmək və şəfqət göstərməkdir. Rəhm etmək və insaflı davranmaqdır. Qəlb incəliyi və könül yumuşaqlığıdır. Mərhəmət Allahın Rəhman adının bir təzahürüdür. İslam dini sevgi, mərhəmət və şəfqət dinidir. Allah Cəllə Cəlaluhu Quran-ı Kərimdə Ənbiya surəsinin 107-ci ayəsində belə buyurur. Biz səni ancaq aləmlərə rəhmət olaraq göndərdik. Bu ayədən də görürük ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bütün bəşəriyyət üçün rəhmət mənbəyidir. Onun həyatı boyu insanlara, hətta heyvanlara qarşı göstərdiyi şəfqət və mərhəmət bizə ən gözəl nümunədir. Bütün varlıqlar Allahın əngin rəhməti ilə əhatə olunmuş, yoxluqdan varlığa çıxmaları, ilk yaradışları Rəhman və Rəhim olan Allahın rəhmətinin təzahürü ilə olmuşdur. Allah qeyri-məhdud və sonsuz rəhmət və mərhəmət sahibi mənasında Rəhman və Rəhimdir. O, rəhmətim qəzəbimi keçdi buyuraraq, mərhəmətinin qəzəbindən əvvəl gəldiyini açıq bir şəkildə bildirir. Uca Rabbimiz öz zatı üçün əsas qoyduğu bu rəhmət ilə yaratdığı bütün canlılara rəhm edir. Onlara şəfqətlə davranır və nemətlər verərək onları ruziləndirir. Allahın rəhmətindən nə qədər dərin, şəfqətinin nə qədər sonsuz olduğunu diqqət çəkmək istəyən Peyğəmbərimiz sallallahu əleyhi və səlləm ananın öz övladına qarşı mərhəmətini nümunə verərək izah etməsi diqqətə layiqdir. Belə ki, bir qəzvədən sonra Peyğəmbərimizin sallallahu əleyhi və səlləmin yanında bir qrup əsir gətirildi. İçlərindən bir qadın təlaşla əsirlərin arasında öz övladını axtarırdı. Axırda bir uşaq tapdı və onu qucaqlayıb bağrına basdıqdan sonra əmizdirməyə başladı. Bu halın şahidi olan Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləm yanındakılardan bu qadının öz uşağını oda ata biləcəyinə inanırsınızmı? deyə soruşdu. Onlar da xeyr deyə cavab verdilər. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bilin ki, Allahın bəndələrinə mərhəməti bu qadının öz uşağına duyduğu şəfqət və mərhəmətdən xeyli çoxdur buyurdu. Dəyərli din qardaşlarım, insanların ən mükəmməli olan Həzrət Peyğəmbərin sallallahu əleyhi və səlləmin ən ümdə xüsusiyyəti mərhəmət və şəfqət Peyğəmbəri olmasıdır. İnsanların onun ətrafında toplaşmalarının səbəbi də məhz bu duyğudur. Mərhəməti yaradan Allah Peyğəmbərini mərhəmət duyğusu ilə bəzəmiş, möminlərə də bu məziyyətlə bəzənmələrini və şəfqəti bir-birlərinə tövsiyə etmələrini əmr etmişdir. Aləmlərə rəhmət olaraq göndərilən Həzrət Peyğəmbərin sallallahu əleyhi və səlləmin rəhimli olan Allah məhz mərhəmətlilərə mərhəmət edər. Yerdəkilərə mərhəmət edin ki, göydəkilər də sizə mərhəmət etsin. Xəbərdarlığı ilə rəhmətin mərhəmətlə bəsləndiyini ifadə etmişdir. Nəticədə Allahın rəhmətinə layiq olmaq istəyən şəxs şəfqəti və mərhəməti bir həyat tərzi kimi mənimsəməlidir. Lakin Allahın hüdudlarını pozanlara və qadağalarına məhəl qoymayanlara rəhm edərək cəzalarını verməmək Allahın istədiyi mərhəmət deyildir. Buna görə də mərhəmətin miqdarı nə vaxt və kimə göstəriləcəyi də çox mühümdür. Belə ki, azğın bir şəxsə mərhəmət göstərmək onu başqalarının haqlarına təcavüz etməyə təşviq edər və bu mərhəmətdən mərəzin yaranmasına səbəb olar. Möhtərəm möminlər, bəşəriyyətə mərhəməti öyrədən Həzrət Peyğəmbərin sallallahu əleyhi və səlləmin şəfqəti təkcə insanlarla və ya ona tabe olan möminlərlə məhdudlaşmırdı. O, heyvanlara qarşı davranışlarında da olduqca mərhəmətli olmaqla fürsət düşdükcə bunu əshabına da tövsiyə edirdi. Həzrət Peyğəmbərin sallallahu əleyhi və səlləmin nəql etdiyinə görə bir adam bir itə rəhm etdiyi üçün Allahın məğfirətinə, bağışlanmasına nail olmuşdu. Səfərdə olarkən
susayan bir quyuya inib, su içən həmin adam oradan çıxandan sonra susuzluqdan torpağı yalayan bir it görmüşdü. Ona qarşı mərhəmət göstərərək yenidən quyuya inmiş, ayaqqabısına doldurduğu suyu çıxarıb itə vermişdi. Rəhməti sonsuz olan Uca Allah bu davranışını bəyənmiş və onu bağışlamışdı. Səhabələr bu qəribə hadisəni Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləmdən eşidəndə maraqlanaraq belə demişdilər: Heyvanları sulamaqdan da savab əldə edirikmi? Rasulullah sallallahu əleyhi və səlləm: əlbəttə, hər həyat sahibinə su verməyin müqabilində sizə savab vardır. Allahın kainata, yeryüzünə və insana əncin bir mərhəmətlə yanaşdığı unudulmamalıdır. İnsanın mərhəməti öz prinsipi halına gətirilməsi isə olduqca mühümdür. Çünki mərhəmət və şəfqət insanı əsl mərhəmət sahibi olan Allaha yaxınlaşdırır və onun dostuna çevirir. Elə isə məqsədi Allaha yaxınlaşmaq olan şəxsin yolu mərhəmət və şəfqətdən keçər. Deməli, hər mömin cənnətə gedən yolunun mərhəmətli olmaqdan keçdiyini bilməlidir.